Herkese yepyeni salam dostlar. Kanalıma abone olmağı, like atmağı unutmayın dostlar. Bugün sizlerle bir de Age of Story'de Osmanlı qururuq. Osmanlıda 1337-ci illərdir. Hələ ki 1453 olanacan neydi İstanbul'u almalıyıq. Onu hədəfləyirəm. Dostlar, bugün bildiyiniz kimi həm Ramazan bayramıdır, həm də Novruz bayramıdır. Azərlərin və Türk qardaşlarımızın bütün hamısının Novruz bayramını təbrik edirəm dostlar. Bütün müsəlman qardaşlarım isə Ramazan bayramını təbrik edirəm. Həmişə belə gözəl bayramlar qeyd eləyək. Bu bayram sizin hamınıza düşərli olsun dostlar. Bildiyiniz kimi uzun bir müddətlidir. 10 günə yaxındır ki video çəkmirdim. Bu video nə idi? O bir ayrı kanallaşdırma görə idi. İndi isə həm o kanala, həm bu kanala düzənli olaraq hər gün video çəkəcəm. Bu gün olaraq bundan sonra həm bu kanalı, həm Osmanlı, həm də Age of Story, həm də Minecraft videolar çəkəcəm dostlar. İlk olaraq hədəflərimizdən biri Bizans İmparatorluğu ilə hələlik nə idi? İlişkiləri gəlişdirmək. Bizansla ilişkiləri gəlişdirəndən sonra yavaş-yavaş əraziləri gəlişdirməyə nə idi? Almağa başlayacaq. Məsələn, Eretnə ilə o qədər də Eretnəni ilk almaq istədiyim hədəflərdən biri də Eretnə. Eretnə ilk almaq istədiyim yerlərdən biri idi. Ondan sonra hələ bu qədər. Bu iki dövlətdən aramız yaxşı olsa, elə bacararıq dostlar. O dövlətləri onsuz da alacağım. Aha, burada gəlir texnoloji. Texnologiyaya bildiyiniz kimi önəm verməsək, bu seri bizim axırımız olur. Dostlar, bu bölümdə hədəflərimiz var. Nə idi? İlk olaraq Böyük Osmanlı qurmağımız üçün, qüdrətli Osmanlını geri qaytarmaq üçün ilk olaraq nə qədər ərazi fətələməliyik. Bunu da nə idi? Güc istəyir. Güc istədiyinə görə həm də ordu istəyir. Ordu da nə istəyir? Pul istəyir. Ona görə biraz biz kasmalıyıq. Nə idi? Nə idi? Para kasmalıyıq. Ona görə də 1-2 tur belə ətrafı gözətləyəcəm. İlk olaraq bunlarla əlaqədar gəlişdirim. Aha, məmlüklərlə ittifaq olursan. Oy, nə yaxşı olur. Məmlüklərlə ittifaq olursan, məmlüklərə gəlmə. Yox, bir deyil, qalsınmış. Qalxsın bu. 147.000. İndi baxırıq görək bunun kimin arası pisdir. Bunun bütün dövlətlərin arası pisdir demək olar. Sən gəl bura. Bu məndən arası yaxşıdır. Nəysə dostlar, mən burada güc göstərisi edirəm. Özümə baxacağım indi birazdan dostlar, gözləyim bir dəqiqə. İndi özümə baxım görüm mən neçənciyim? 52-ci. Bu neçəncidir? 25.000. 25.000 ordu yox, belə rahat 20.000 ordu ilə mən bu dövləti alarım. Bu dövləti almaqla da yox eləyərəm. Ona görə mənə ordu lazımdır. Mənə ordu lazım olduğuna görə buradan bir dənə 4.000 də. Nə gözəl ordu çəkirəm mən. Mükəmməl. Dostlar, hədəfimiz 400 abunədir. Videonu izləyən ən az 38 nəfərə abunə olsa 400 abunə oluruq. İnşallah bu 10 günlük tətil ərzində biz 400 abunə ola bilərik dostlar. İndi mən buna biraz hakaret edeyim. Hakaret. İndi buna hücum edək. Biz sənə savaş səsiyik. Ya elə ya belə. Döyüşümüzü qəbul elədi. Oy, min neçə nəfərdən üstümüzə gəlib. İlk cəhbədən biraz bizi yordu abi. İndi mən qüdrətli Osmanlını qururum. Ona görə mən üçün bunlar hələ ki heç nə. Osmanlı nədir? Mən daha böyük, ultra böyük Osmanlı quracam. Aha, bura biraz orada çatmadı. Orada çatdığı nə idi? Oradakı desən qala var orada. Ona görə çatmadı böyük ehtimal. İndi mən bunu bura eləyim. Buradan da bura adam ötürsək. Taktik deyəm. Bu niyə ölmədi? Mən taktik bilmirəm deyəsən. Bax, bunu bura almalıyıq. Bunu burada almalıyıq. Bax. Ondan sonra bunu da bura eləkdirməliyik. Görüm nə eləyə bildik. Aha, arxaya bax. Geri qaçdı. Geri qaçdığına görə də biz də burada ərazilər almaya davam edirik. Daha bilmirlər ki, bizim taktikimiz elə budur. Mən bunu niyə öldürə bilmədim? Mən çox əsəbləşirəm, nə idi? Hücuma getdiyim ölkəni ala bilməyəndə. Özdə o qədər də güclü ölkə deyil, 70 neçənci ölkə idi. Nasıl tam da alamayacağım. Yəni torpaqlarını tam işğal edə bilsəm belə. Oha, mükəmməl bir sıçrayış. Hoppa. Bunu aldıq. Aha, Eretnə distribüsiya ilk Sarza Xaqan olaraq ilk fəthimi elədim dostlar. Baxaq görək, bunlar bizdən 6700 nəfərimiz öldü. Allah rəhmət olsun. Çox pis oldu. İndi ikinci dəfə hücuma qalxacaq bunlara.
Ondan sonra bunu paytaxta göndərək. Paytaxta gəl, paytaxta gəl. Paytaxt. Dostlar, mən bununla nə idi? Müxtəlif yerlərdə istifadə etmək istəyirəm. Məsələn, bundan sonraki hədəflərimiz nə ola bilər? Bundan sonraki hədəflərimiz yuxarı baxım görüm bunun adı nədir? Bunun adı tam oxuyamam. Nə bəyliyi? Candaroğulları beyliyi. Candaroğulları beyliyi bizim ikinci hədəfimiz olacaq. 0.4 nədir? İndi bizə ən böyük əsaslardan biri, tapdıq. İkinci müharibəyə gedirik. Bir də gördünüz ki, dostlar, gələn bölümdə final edirik. Final eləməmək üçün gərək biraz daha yaxşı müttəfiqlər lazımdır. Yaxşı müttəfiqlər üçün də dünyanın birincisini gedib məncə pul ötürək, o da bizdən arası yaxşı olsun. Mükəmməl taktik. Beyin bedava deyə. 1.13. Mən hər dəfə sənlə ilişi gəlişdirəm. Sən ayrı, mən ayrı elə bil. Bu neçə min ordusu var? Məndə 59 mindir. Bu mənə alar. Bu mənə alar. O qədər də hələ ki böyüməmişik. İndi biz 44-cüyük, o 29-cudur. Yəni bizi almaz. Bizi öldürər. Ona görə ehtiyatlı olmaq lazımdır. Nə deyiblər atalarımız? Ehtiyat igidin yaraşıqdır. Ona görə buradan bir dənə kule düzəldək. Hanı kule? Kuleni düzəldim. Gözetleme pulum satılır. O boyda dövlət qurdum, pulum satılır. Yəni inşaat da eləyəmirəm. Mükəmməl. Çox mükəmməl. Bir bu çatışmır. Mən onda bu işlərə nəyə gəldim? Elə bu dəqiqə bu niyə belə oldu? Dostlar, yorumlarda yazmağı unutmayın, bu niyə belə olur? Hamınızın yorumlarına diqqət ayırıram dostlar, narahat olun. İndi buna bir dənə savaş ilan eləyək. Hakaret da eləyəm. Günümə güzel anama baxayım. Ona bir dənə hakaret. Hoppa. Yox, bunu eləyə bilərik. Yox, atamırıq, gözlə. Buna bir dənə savaş ilan eləyək. Savaşın. Mən savaşa gəlmişəm. Uzaq yerlərdən gəlmişəm, iyi bilirsiniz. Hoppa, buranı aldıq, bu hissəni də aldıq. Bu hissəni bir dəfə də hücuma göndərəm, inşallah alarıq dostlar. Yəqin ki alarıq. Alamırıq. Olan şey dostlar. Yəni həmişə alacaq deyə bir şey yoxdur. İndi bir dəfə də hücuma gedək. Mükəmməl. Hədəflərimizdən birini tamamlayırıq dostlar. İndi bu ölkə tam alınandan sonra çox mükəmməl olur. Eritneyin də çoxunu aldığımız da. Всё. Bu bölümlük hədəflərimizi tamamladıq dostlar. Bir də bunu neydi ya? Paytaxta göndərim dostlar. Baxaq görək bu bölümlük hədəflərimiz neymiş. Aha, savaş çıxıb, mükəmməl, kaos. Bundan mənə nə qədər arka gəlir? Bu qədər. Nəysə, bu da gələn videoya qalsın. Bu hissədə də gələn videoda onun ərazilərinin çoxunu alacaq dostlar. Bunun ərazisində gələn videoda alacaq. Bu niyə belə yaşlı olur? Qutarıbmış. Dostlar, bu videoda bu qədər olsun. Sağ olun dostlar. Gələn videolarda görüşənədək hədəflərimizi qaldırdıq. Demək olar ölkəni 2 qatdan çox, demək olar 3 qat ölkəni gəlişdirdik dostlar. Sağ olun dostlar, gələn videolarda görüşənədək. Abunə olun və altdakı zilləri də açmağı unutmayın. Sağ olun.